Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli dinleyiciler, son zamanlar tez-tez verilen suallardandır ki, bəzən yaxşı insan olur, o insan çox gözəl, əxlaqlı, tərbiyəli, namuslu birisidir. Amma Allaha iman etməyib və bu adam öldükdə cənnətə düşərmi? Çünki bu çox yaxşı insan idi, deyə suallar insanları narahat edir. Və bax, belə bir suala cavab vermək üçün sizə Allahın kitabından və Rasulullahın hədislərindən bir də bəzi təcrübələrdən bir neçə sitatlar gətiriləcək ki, bu bizə bu mənada rahatlıq versin. Dəyərli dinləyici, unutma, bütün yaranmışların mərhəmətini bir yerə yığsan, onun mərhəməti Allahın rəhmət sifətinin bir zərrəsidir. Niyə bununla başladım? Çünki mərhəmət, yumuşaqlıq, ürək yanması, nə qədər bu bizdə varsa unutmayaq. Bunu bizə verən Allahın mərhəmət sifətindən zərrədir. Deməli, Allah daha böyük mərhəmətlidir, Allah daha çox bağışlayandır. Yəni, biz Allahdan mərhəmətli olmarıq. Biz mərhəmətliyik və düşünürük ki, Allah niyə belə edir? Bu belə deyil, məsələyə tamamilə başqa aspektdən baxmaq lazımdır. Dəyərli insanlar, vardır bizim maraqlarımız, bir də vardır ki, Yaradanın maraqları. Allah öz qulları üzərində şərt qoymuşdu. Adəm əleyhissalamdan qiyamətə qədər yaranacaq, dünyaya gələcək bütün insanlara bu mesajı vermişdi. Kim mənim yanıma gələrkən İslam dinindən başqa bir din üzərində gələrsə, onun gəldiyi o din ondan qəbul edilməz. İsra surəsi, Ali İmran surəsi 19-cu ayədir. İnnəd-dinə indəllahil İslam. Həqiqətən də Allah yanında din yalnız İslamdır. Ona görə də biz məsələyə belə baxacağıq. Həmən adam müsəlmandır, yoxsa fərq etməz dininin adı ya xristiyanmı, ya yahudimi və yaxud da ki, məcusimi, hansı inanca mənsub olur olsun. İslam deyilsə, Allah deyir, onun dini yoxdur. Çünki Allah yanında din İslamdır. İslam da deyəndə bunu unutmayaq. Çünki bəzi insanlar, ələl-xüsus dövrümüzün savadsız ateistləri, yəni dini nöqteyi nəzərdən savadsız da, ola bilər ədəbiyyatı bilir, ola bilər tarixi bilsin, dində həqiqətən onlar sıfır məlumatlıdırlar və əllərində olan məlumatları da üzdən oxuduqları məlumatdır. Çünki o informasiyanı deyərkən bilinir ki, bunun kökündə duranın səbəbini bilmir. Çünki onlar belə düşünür ki, nə oldu, ancaq indikilər, bu özünə müsəlman deyənlər cənnətə gedəcək və yaxud da ki, bəziləri yaramaz müsəlmanları misal göstərir, deyir, bunlar gedəcək cənnətə. Güya ki, yəni bu o qədər istedadlıdır, Allahdan biliklidir. Yəni bunu cənnətə layiq görmür. Allah isə düz məsələni başa düşməmiş kimi hiss edir. Bu cahillikdir. Bəli, deməli bunlar buna aldanmasınlar. Çünki onlar deyirlər ki, İslam yəni bugünkü müsəlmanlar mı? Xeyr, bu belə deyil. İslam başlamışdı Adəm əleyhissalamla, Nuh əleyhissalamla, İbrahim əleyhissalam, İsa əleyhissalam, Musa əleyhissalam. Yəni bizim əlimizdə bugün yer üzündə Allaha məxsus olan sözlər yalnız Qur'andır. Yəni Furqan, sənin önündə olan Arabca mətinlər. Yalnız odur Allahın yeryüzündə haqq sözü. Qalan bütün sözlər təhrif olunmuşdur.
Həmən kitaba əsasən Allah deyir, yəni Quran-ı Kərimdə bunlar ayrı-ayrılıqda ayədir. İbrahim əleyhissalam deyir, mən müsülmanam. İsa əleyhissalam deyir, mən ilk müsülmanam. Musa əleyhissalam belə, Yahya əleyhissalam belə, bütün peyğəmbərlər deyiblər, mən müsülmanam. Ona görə bizim bugün yaşadığımız deyil təkcə İslam. Sadəcə olaraq bugün müsülmanlar bu dini saxladılar. Digər dinlərdə adı dəyişdirildi. İsa əleyhissalam xristiyan olmayıb ki. Onlar xristiyanlığı İsa əleyhissalam öldürüləndən sonra ortaya çıxardıblar. Musa əleyhissalam Yahudi olmayıb ki. Musa əleyhissalam Yahudi deyil. Musa əleyhissalam Bəni İsraildəndir. Soy olaraq, yəni atası, anası Bəni İsraildən gəlir. Amma dininin adı İslamdır. Özü deyir ki, mən müsülmanam. Müsülman bəs nə deməkdir? Yəni, həmən dönəmdə, həmən dönəmin peyğəmbərinin Allah tərəfindən gətirdiyi şəriətə təslim olanlar. Bəli, deməli, Nuh əleyhissalamın dönəmində hansı qaydaları olubsa Allah göndərmişdi, kim o qaydaya riayət eləyib müsülmandır. Xristiyanlardan da kim İsa əleyhissalamın gətirdiyinə riayət eləyibsə, köhnələr. Onlar müsülmandır, xristiyan deyil ki. Həvarilər xristiyan olmayıblar ki. Onlar müsülman olublar. Onlar Həzrəti İsa'ya iman etmişdilər, Allahın göndərdiyinə əməl edirdilər. Bugünkü xristiyan isə İsa əleyhissalamla əlaqəsi yoxdur. Yahudilərin də Musa əleyhissalamla əlaqəsi yoxdur. Və bir çox özünə müsülman deyənlərin də Muhammed sallallahu aleyhi və səlləmlə əlaqəsi yoxdur. Nə olsun ki, özünə müsülman deyir. Hətta müctehidlər var, özünə müsülman deyir, o müsülman deyil. Çünki o, Rəsula tabi deyil. Mən müsülmanam deyir, nə olsun ki? İndi də, yəni çöldə bayırda gəzən, hər mən müsülmanam deyən deyil müsülman. Müsülman Rəsulullah'a tabi olandır. Ona görə də Allah deyəndə ki, Allah yanında din yalnız İslamdır, yəni ondan qabaq gələn peyğəmbər kimdirsə, həmən peyğəmbərə tabi olanlar. Ali İmran surəsi 85-ci ayədə Rəbbimiz belə buyurur. وَمَنْ يَبْتَغِي غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Kim İslamdan başqa bir inanc üzərində yaşayarsa və hansı əməlləri edərsə etsin, o əməl ondan qəbul edilməz, qiyamət günü də zərər çəkənlərdən olacaq. Deməli, İslam deyilsə, nə qədər yaxşı adam olur olsun, necə gözəl insan olur olsun, fərqi yoxdur. O əməl ondan qəbul olmur. Yəni, müsülman deyil, yetimə yardım etdi. Və yaxud da yolda qalana kömək oldu. Və yaxud da çox mərhəmətlidir, yumuşaq xasiyyətlidir. İnsanlara yardım edir. Bəli, bu gözəl işdir. Amma o gözəl iş Allah yanına qalxmır. Çünki Allahın yanına qalxması üçün, yəni mələklərin qeydə alıb buna ona görə mükafat verilməsi üçün o həmən son peyğəmbərin şəriətinə uyğun olmalıdır. Yəni o Quran və sünnəyə uyğun olmalıdır ki, qeydə alınsın. Əks halda yaxşı iş mükafatı dünyada verilir. Çünki Ayşə anamız Rasullah'dan bir nəfər barəsində soruşur ki, ya Rasulullah, o adam şirk dönəminin ən əxlaqlı, ən tərbiyəli adamı idi. Hamısı onu sevirdi gözəlliyi, yaxşı tərbiyəsinə, səxavətliliyinə görə. Ya Rasulullah, o da xilas olmayacaq. Dedi, ey Ayşə, yox. Çünki o, İslam üzərində ölmədi. Müşrik kimi öldü. Bəs dedi, yaxşılıqları, Allah deyir, onun yaxşılığını əsla unutmaz. Onun etdiyi yaxşılığın mükafatı dünyada ona verilmişdi. Dünyada da mükafat nədir?
Bəzi xəstəliklərdən xilas edir. İnsanlar onu sevir. Nə bilim, heykəl qoyurlar onun üçün və deyirlər bu qəhrəmandır, bu belədir. Yəni, insanların yanında mükafatı verilir ona. Çünki o insanlar üçün yaşadı. Allah üçün etsəydi, Allah ilə arasını düzəldərdi və Allaha iman edərdi. İman etməyib bu yaxşılıqları edən insanlar dünyada mükafatlarını alırlar. Ən-Nəhl surəsi 33-cü ayədə Allah Subhanahu taala buyurur: وَمَا ظَلَمَهُمُ اللّٰهُ وَلَكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ. Allah onlara zülm etmədi. Yəni Allah zülm etmir ki. Bu yaxşılıq edib Allah onu cəhənnəmə salır. Bu zülm deyil. Onlar özləri özlərinə zülm etdilər. Özlərinin də özünə zülmü nədir? İbadət etmədi. Allaha şərik qoşdu. Və yaxud da ki, əlinə ölümdən sonra həyat. Dünya elə buradadır. Nədir? Budur. Yaşadı, amma yaxşı adam kimi yaşadı. Hökmən deyildir ki, Allaha iman etməyib pis adam olmalıdır. Yox, Allaha iman etməyib elə gözəl insan ola bilər ki, bəlkə minlərlə müsəlmandan əxlaqlı olsun. Bəlkə minlərlə müsəlmandan xeyirxah olsun. Ola bilər. Amma Allah yanında qəbul deyil. Onun mükafatı ona dünyada verilir, əyləncə içində yaşayır, əmin-amanlıqda yaşayır və dünyasını dəyişdikdən sonra isə Rəbbinin yanında əli boşdur. Çünki onun etdiyi yaxşılıqları Allahın yanına gətirən qatar onun Allaha imanı idi, ahirətə imanı idi, qıldığı namazları idi. Bunlar onu daşıyacaqdılar. Yoxsa onun qazandıqları qaldı dünyada. Elə bil, sən bu şəhərdən başqa şəhərə gedirsən, cibdanıvı, telefonunu, sənətlərini, hamını qoydun o şəhərdə, gəlmirsən öz şəhərinə. İndi öz yaşadığın şəhərə gələndə deyəcəksən ki, mən zənginəm, çünki mənim filan şəhərdə itirdiyim əmlakım var. Yox, yoxundur, yanında yoxdur, əli boşsan. İnsan da elə. Dəyərli insanlar, burada sizə, diqqətinizə bir şey də çatdırım. Bu praktikadan, yəni dünya təcrübəmizdən sizə verilən bir nəsihət kimi olsun. Burada danışılarkən sizə ayələr deyildi, hədislər deyildi ki, iman etməyən insan nə qədər yaxşı olur olsun, Allahın yanında onun mükafatı yoxdur. Yaxşı, Allahın yanında mükafatı yoxdursa, hansı səbəblər ola bilər ki, bu onu xilas eləsin? Yəni, ola bilər də, yəni, misal üçün deyirlər ki, biri var, yaşayır, nə bilim, Avropada yaşayır, eşitməyib. Hə, bax, Allah əvvələn İsra surəsi 15-ci ayədə buyurur ki, وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz heç bir şəxsə ona rəsul göndərmədən ona əzab vermərik. Deməli, hər kəsə bir yerdə xəbər çatıb. İndi bu günləri biz deyirik ki, yaşayıb, nə bilim, Avropada heç nə eşitmir. Niyə eşitmir ki? O eşitmir nə qədər rahib İslam olur. O eşitmir ki, dünyada bu qədər konfliktlər, müsəlman və küfr konfliktləri gedir. Və o eşitmir ki, nə qədər insan danışır, kitablar tərcümə olunub, bütün dillərə tərcümələr var, istənilən dilə tərcümələr var. İndi Afrikanın 3-5 qəbiləsini müstəsna edək. Yəni, hər dildə var. Niyə axtarmadı ki? Niyə axtarmadı? Axtarmalıydı. Avropada yaşayanda nə olar? Afrikada yaşayanda nə olar? Məgər Afrikada, Avropada yaşayanlar yemək axtaranda nə gəldi götürür, yeyir? Yemək axtaranda sağlamını axtarır. Marketdə yemək alanda onun etiketinə baxır, onun tarixinə baxırsan, niyə məni zəhərləyər? Ən ucuz məhsulu alanda onun sayına baxırsan, hesabına baxırsan ki, zərər etməyin bunda. Nə oldu Allaha çatanda, heç nəyə baxmadıq, hələ keyf, əyləncə içində yaşadıq və düşündük ki, mənə xəbər çatmayıb? Yox, elə şey yoxdur. Ola bilər kiməsə xəbər çatmayıb. Var fitra əhli. Fitra, bu araşdırmacılar üçün bunu daha incə deyirəm ki, bunu bilsinlər. Fitra, yəni ta hərfi ilə gələndə fitra, bu təbiətdir.
Yəni bir insanın təbiəti. Hər bir insanın təbiətində İslam vardır. Doğuşdan hələ doğulan kimi heç kəs onu tərbiyələndirməsə də, o zamanla biləcək ki, Allah vardır. Çünki onun təbiətində var, bizi yaradan var. Onun şuuruna otuzdurulub Allah tərəfindən. Hər kəsdə bu var. Amma bütün buna baxmayaraq, ola bilər ki, fətrə dönəmi var, fətrə. Fitra başqadır, ya fətrə isə T ilə olandır, T, məxrəcsiz, yəni məxrəci, yəni asant məxrəcli olandır. Fətrə. Fətrə dönəmdir, aradır. Yəni, Peyğəmbəri görməyənlər. Peyğəmbər gəlib, gedib və bu adamlar Peyğəmbəri görməyib. Peyğəmbəri görməyənlər xilas olur. Cavab budur ki, yox, nə olsun Peyğəmbəri görməyib ki? Peyğəmbəri görməyibsə, ayədə Allah dedi. Yəni, fətrə əhli olsa da, Allah deyir ki, xəbər çatdırıram ona. Mən heç kəsə rəsul göndərmədən onu cəzalandırmaram. Xəbər çatıb, biri qazetdə oxuyur, təsadüfən ayə oxuyur ki, Allahdan qeyrisinə dua etməzlər. Bu nə deməkdir? Quranda ayə də vardır bu barədə. Hökmən, kim onu dəyərləndirdi? Çünki bu Allahın hidayətidir. Sənə bir yerdən xəbəri çatdırdı. Kim bunu dəyərləndirdi və bunu incələdi, haqqı tapdı, hidayət olur. Kimisi də deyir ki, yox, mən bu mövzular mənlik deyil. O zaman günah kimindir? Özünündür. Ona görə bu özü bu cəzanı çəkəcək. Nə yaxşı adam olur olsun. Yaxşı adam dünyada mükafatını alacaq. Amma bütün buna baxmayaraq, xalqımız içində bəzi insanlar belə başa düşür ki, bir insan müsəlman deyilsə, deməli bu ən yaramaz bir şeydir. Bunu alçaltmaq lazımdır, bunun malını əlindən almaq olar, bunun qeyrəti yoxdur. Bəziləri gedirlər Avropada, Rusiyada yaşayan müsəlmanlar, orada zina edirlər, deyirlər ki, onsuz bunlarda ailə məsələsi yoxdur ki. Bax, bu cıra başı pozuq bir həyat yaşayır gənclərimiz. Vururlar zəif xristiyanların əlindən pullarını alırlar. Deyirlər ki, bunlar kafirdir, onsuz kafirin malı bizə halaldır. Baxın, bu yanlış düşüncədir. Yəni, bir insan kafirdirsə, o bilər Rəbbi ilə. Sən kimsən? Rəbbi ilə o bilər. Nə qədər kafirlər var idi, Rəsulullahın yanına gəldilər, hidayət oldular, Allah onları cənnətlə müjdələdi. İndi onun kafir dönəmində onun başına vurub əlindən alsaydılar, o İslamı sevərdi. Ona görə sən nə bilirsən ki, bugün sən müsəlmansan, sabah nə olacaqsan? Bəlkə sən sabah kafirdən bədtər olacaqsan. Bəlkə heç Allah səndən qəbul eləməyib sənin İslamını. Bilə özünə müsəlman deyib, Allaha şərik qoşanlar var. Özünə müsəlman deyib, ziyarətgahlarda ilan kimi qıvrılanlar var. Onlar yaxşı adamdır ki, deməli, hətta onlara belə gəlsə, hər kəsin yenə də öz şəxsi işidir. Yəni, bizim insanlarla davranmağımızda tərbiyəli, əxlaqlı, dürüst olmağımız sonuna qədər belə davam edəcək. Əks tərəfin kim olmasından asılı olmayaraq. Bir də ümumiyyətlə görüntüyə görə insanlara dəyər verilməməlidir. Görüntüyə görə. Çünki bilmək olmaz. Görüntü bəzən insanı çaşdırır. Psixologiyada halo effekti deyilən bir şey var. Bunu daha aydın adını deyirəm ki, incələyənlər bunu incələsin və tövsiyə edilir ki, incələyin, dəyərli insanlar. Dəyərli dindar övladlarımız. Yəni, Allahın dinindən danışanlar, psixologiyanı öyrənin, anatomiyanı öyrənin. Bax, bəzi insanlar təkcə din mövzularını, din terminlərini öyrənir, qısa müddətdən sonra təkfirçi olurlar. Ona buna kafir deyirlər. Səbəbi psixologiyanı bilmir, metodikanı bilmir. Necə gəldi, tətbiq eləyir. Görür ki, bu adam Allaha şərik qoşur, elə düşünür ki, bunu öldürə bilərəm. Elə düşünür ki, bunun malını əlinə ala bilərəm. Və yaxud da ki, bu tərbiyəsizdir, başa düşür. Halbuki tərbiyə, əxlaq inancla paralel bir şeydir. Yəni, bu inancın içində deyil. Ola bilər ki, inancı yoxdur, əxlaqı var. İnancı yoxdur, namusu, qeyrətli birisidir. Niyə belə olmalıdır ki, belə düşünməliyik ki, inancı yoxdursa, bunun heç nəyi yoxdur. Bax, bu yanlış düşüncədir. Və buna psixologiyada deyirlər,
halo effekti. Halo effekti nə deməkdir? Bir insanın birinə baxdıqda ilk baxışdan onu gözəl görməsi, onu çaşdırmasıdır. Misal üçün belə deyək, iki nəfər sənə nəsihət edir, sənə yol göstərir. Biri, misal üçün deputatdır, səliqəli geyinib, kostyum, qalstuku, görüntüsü səliqə sahmanlı, normal bir iş adamı. Bir tərəfdə də bir insan vardır, misal üçün zəhmətkeşdir, əkəndir, üstü başı yoxsuldur, kasıbdır, görüntü, o da sənə bir söz deyir, həmin o deputat da sənə bir söz deyir. İnsan psixologiyasında belə bir qısa yol kəsmə var. İnsan belə düşünür, bu düz deyər, bu alicənaba oxşayır, bu oxumuş biridir. Halbuki bu qanunla psixologiyada yanlış metoddur. Yanlış metoddur. Bu nədir? Araşdırmaçılar bunu təsbit ediblər ki, insan birinci reaksiya verəndə beyin özünü yormasın deyə dərinə getmir. Qısa, ən yaxında hansı informasiya oldu, bizə onu ötürür ki, bu düz danışar. Bu oxumuş oxşayır, səliqə sahmanlıdır. Bu düz danışar. Ona görə də bəzi insanlar hətta evlənərkən belə bir gözəlliyi görür, düşünür ki, bunun xarakteri də bunun kimi gözəl olar, bunun bütün həyatı belə gözəl olacaq, mən bununla xoşbəxt olaram. Bu isə aldatmacadır. Beyin özünü dərinə salmasın deyə, çünki beyin dərin düşünmək üçün beynin yağından istifadə edir. Beyin yağından istifadə edir və dərinə gedir. Və o dərinə getməsin deyə əlində olan ən yaxın informasiyanı bizə verir. Və biz də həmin informasiyaya görə bəzən reaksiya veririk. Biz düşünürük ki, bu düz deyər. Bu geyimi, görüntüsü belədir. Halbuki gerçək bu deyil. Ola bilər, bəli, o da düz desin, amma dərinə getdikdən sonra bir də görərsən ki, o üstü başı səliqəsiz olan birisi sən demə Peyğəmbərə layiq bir insan imiş. Nə gözəl söz o imiş. Sən demə o düz deyibmiş. Məni görüntü aldatdı. Bax, belə ola bilir. Bu, eyni zamanda dində də belədir. Bəzən olur ki, gördüm bir nəfər qiyafəsi, ruhani qiyafədə, nə bilim, saqqalı, əbası, əmmaməsi başında. Bir nəfər də kostyumda, bir gənc bir gəzir. Bu, başqa söz danışır, o dindar başqa söz. İnsan ilk baxışdan bu düz deyər, deyə aldanır və düşür onun zahiri görüntüsünə. Bu, halo effektidir. Ona görə də dəyərli insanlar, insanlara baxarkən, insanların zahirdə gördüyünə görə reaksiya vermə ona. Sənin borcun insan kimi onunla gözəl davranmalıdır. Sən onunla gözəl davranacaqsan. Onun dini nədir, inancı nədir, onun şəxsi işidir. Onun yeri gəlsə, o səndən soruşsa, sən onu gözəl şəkildə başa salacaqsan, ona izah edəcəksən. Çünki əgər o pisdirsə, pis idisə, niyə Allah onu yaratmışdı? Axı Allah yaradıb onu. Və Allah həmən sənin kafir dediyin üçün cənnətdə ev yaradıb. Dəyərli insan, Allahın Rasulü buyurur bunu. Hər bir yaranmışın cənnətdə evi var. Kim onu ahirətə qədər haqq etməsə, o veriləcək başqasına. Haqq etsə qazanacaq. İndi o adam üçün Allah hələ cənnətdə də bir saray tikib. Mən kiməm, sən kimsən, onun malına əl uzadasan, onun özünə dil uzadasan, onu təhqir eləyəsən. Sən deyə bilərsən, onun yolu düz deyil. Yolu düz deyil, onun dini düz deyil. Çünki biz doğru dini bilirik. Quran və sünnə, doğru din budur. Amma onun şəxsiyyətini alçaltmaq kimi, bu müsəlman deyilsə, bunu tapdaq altına atmaq kimi və yaxud da ki, öldürmək olar, dağıtmaq olar düşüncələri yanlış düşüncədir. Bəli, ona görə də dəyərli insanlar, bizim etiqadımız budur. Kim Allaha iman etdisə və əməllər etdisə, cənnət əhli odur. Yəni, onun cənnət ehtimalı vardır. Kim Allaha iman etmədən dünyanın ən gözəl insanı olsa belə, onun cənnəti yoxdur. Çünki Allaha iman etməmişdir, ahirətə iman etməmişdir
və yaxud da ki, Allahın əmrlərinə qarşı çıxmışdırsa, o nə yaxşı adam olursa olsun, onun cənnəti onun üçün deyil. Kim birdən desə ki, nə olsun, ibadət etmir, nə olsun, müsəlman deyil, yaxşı adamdır, elə bu cənnətlikdir, onda həmən adamın özü dindən çıxır. Çünki Allahın kəlamını inkar etdi. Yəni, bu məsələ ciddidir. Yəni, hər müşrikə, hər kafirə nə olsun deyib, onu cənnət əhli düşünmək doğru deyil. Amma dünyada isə bizim davranmağımız onunla ədəb, əxlaq çərçivəsində olacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.